Bəli, hörmətli izləyicilər, studiyamızın bugünkü verilişi Ərbəin ziyarətnaməsi haqqında olacaq bildiyiniz kimi. İnşallah hörmətli ustadımız Ərbəin ziyarətnaməsi haqqında vaxt çərçivəsində bizlər üçün danışacaq. Studiyamızın bugünkü çox dəyərli, hörmətli qonağı cənab Hüccətül İslam, Ustad Hacı Eldar Əli Hüseynzadədir. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Aleykümselam və rəhmətullah, Murtaza müəllim, hər vaxtınız xeyir olsun həmçinin. Salamlayıram hörmətli tamaşaçıları, ümidvaram Allah Əhl-i Beyt hörmətinə, öz lütfünü və mərhəmətini bizim bu verilişimizə nazil etsin. İnşallah İmam Hüseyn Əleyhisselamın Ərbəin ərəfəsində bizdə onun kiçik xadimi kimi az da olsa xidmət edə bilək. Amin inşallah ustad, amin. Təşəkkür edirik. Var olasınız, Allah sizi salamat eləsin. Biz də minnətdarlığımızı bildiririk. Həmişə olduğu kimi dəvətimizi qəbul edib, zəhmət çəkib, vaxt ayırıb gəlisiniz. Allah elminizə, ömrünüzə bərəkət versin. Ustad, ötən bir neçə verilişimizdə ki, Aşura ziyarətnaməsi haqqında danışdınız. Həqiqətən də insan biləndə ki, Aşura ziyarətnaməsində nə kimi gözəl hikmətlər, nə kimi gözəl kəlamlar var, insan onu oxuduqca, başa düşdükcə daha ləzzət alır, daha dəqiq başa düşür ki, nə deyir. Və istərdik ki, Ərbəin ziyarətnaməsini də bizim üçün bu gözəl şəkildə izah edəsiniz ki, bilək Ərbəin ziyarətnaməsində nələr var. Bismillahirrahmanirrahim. Esselamu aləl Husayn və alə Ali ibn Husayn və alə evladil Husayn və alə əshabil Husayn aleyhisselam. Bir daha salamlayıram və Vilayət TV-nin bütün kollektivinə bu verilişlərin təşkilatçılığı üçün təşəkkür edirəm. Biz Aşura ziyarəti barəsində danışanda da bunu dedik ki, İmam Hüseyn Əleyhisselamın ziyarətnamə növləri müxtəlifdir. Bəziləri ümumidir. Hərəmin özünə daxil olanda, hər şəxs, hər zamanda bu ziyarətnaməni tilavət edə bilər, bu ziyarətnamanı oxuya bilər və bir sıra ziyarətnamələr də xüsusidir, xüsusi günlərə aiddir. Və onlardan biri Aşura ziyarəti idi ki, Aşura gününə məxsus idi. Əlbəttə biz dedik ki, Aşura ziyarətinin bir dənə imtiyazı vardır digər ziyarətnamələrdən. Baxmayaraq ki, xüsusi ziyarətnamədir, belə ki, Aşura gününə məxsusdur. Amma İmam Muhammed Baqir Əleyhisselam raviyə buyurdu ki, bunu hər yerdən, yaxından və uzaqdan edə bilsən, hətta hər gün edə bilsən bu ziyarətnaməni oxu. Bəs zamanı da aradan apardı, deyin. Məkanda aradan apardı, nəticəsi oldu bu deyim. Kullu yevmin Aşura, kullu ərzin Kərbəla. Yəni, fərqi yoxdur. Hər gün Aşura ziyarətini oxuyursan, hər gün Aşuradır bizim üçün. Hər yerdən Aşura ziyarətini oxuyursan, bu bizim üçün hər yer Kərbəladır. Yəni, bu İmam Hüseyn Əleyhisselamın prinsipi bu cürdür. Yəni, onun qiyamına bu şəkildə baxmaq lazımdır ki, insanlarda həmişə o hədəf, o missiya olsun və mübarizə ruhu ilə. Ərbəin ziyarəti də və ziyarətnaməsi də xüsusi ziyarətnamələrdəndir. Amma Aşura ziyarətnaməsindən fərq olaraq, Aşura ziyarətnaməsində olan imtiyaz bunda yoxdur. Yəni, belə deyil ki, biz bunu hər dəfə, hər gün oxuyaq. Xeyr, bu Ərbəin gününün ziyarətnaməsidir və onlar ki, Ərbəinə getmirlər, İmam Hüseyn Əleyhisselamın ziyarətinə getmirlər, nəsib olmayıb və yaxud şərait olmayıbdır, imkan olmayıbdır və ya müəyyən məsləhətlərə görə bu Ərbəin yürüyüşündə yaxud ziyarətində iştirak etmirlərsə, onlar necə? Onlar da oxuya bilər. Bəli, rəca, ümid niyyəti ilə oxumağın heç bir işgal yoxdur. İnşallah biz də getməsək oxuyacaq buradan. Amma günü o gündür, yəni Ərbəin gününə məxsusdur. Xas o gün aid. Bəli. Bununla yanaşı bir məsələ vardır ki, bu Ərbəin ziyarətinin mətninə xasdır. Əvvəla bunu deyim ki, bu ziyarətnamə İmam Sadiq Əleyhisselamdan nəql olunumdur ki, onun ən yaxın səhabələrindən və sadiq və müvəssiqə
düz danışan, etibarlı sahabelərdən olan Səffan ibn Mehrana öyrədibdir bunu və bu ziyarətnamə ilk dəfə ondan nəql olunubdur. Və müxtəlif bizim hədis və dua kitablarımızda nəql olunubdur. Şeyx Tusi Təhzibul Əhkamda və Seyyid ibn Tavus İqbalul Əmal dua kitabında Təhsibul Əhkam bizim o 4 mühüm kitablardan biridir. İqbalul Əmal da bizim dua kitablarında ana kitablardandır. Hər ikisində gəlibdir və sənədlə gəlibdir. Rical elmi və sənəd elmi baxımından baxmayaraq ki, bir sıra qüsurlar ola bilər sənədlərdə, amma bunu alimlər təkmil ediblər müəyyən yollarla. Mən konkret burada deyirəm ki, etibarlı bunu ziyarət olaraq qəbul ediblər və bu baxımdan heç bir şək şübhə yoxdur ki, bu ziyarətnaməni oxumağın savabı var. Bu sənəd baxımından. Amma qaldı mətn baxımından çox zəngin ziyarətnamədir. Ona görə mən bütün tamaşaçılara tövsiyə edərdim ki, bu ziyarətnaməni istər evdən, istər İmam Hüseyn əleyhissalamın hərəmində oxuyanda, oxuduqdan qabaq, oxuduqdan sonra bunu bir mütaliə etsinlər. Bizim iki cür ziyarətnamə oxumağımız, iki cür dua oxumağımız, iki cür Qur'an tilavət etməyimiz vardır. Aha. Onun biri budur ki, biz ola bilsin Qur'anı oxuyuruq və onun mənasına elə diqqət etmirik. Ziyarətnaməni oxuyuruq, onun mənasına elə də diqqət etmirik. Ya bilmirik, ya bilirik, vaz keçirik, ya diqqət etmirik, təəmmül və təfəkkür etmirik üstündə. Qur'an-ı Kərimdə sifariş olunubdur. Əfəla yətədəbbərunəl Qur'an, nə üçün tədəbbür və təfəkkür etmirsiniz Qur'anda? Tərcüməsini bilir, tərcüməsi məlumdur, ola bilsin ərəbə ehtiyac yoxdur ki, Qur'an-ı Kərimin tərcüməsinə baxsın ki. Və yaxud siz ərəb dilini bacarırsınız, lazımdır ziyarətnamənin tərcüməsinə baxsınız. Özünüz mütərcimsiniz, onun tərcüməsini bacarırsınız. Sadəcə olaraq tədəbbür və təəmmül, düşünmək, yəni başqa sözlə, siz bir kitabı, elmi kitabı əlinizə götürəndə, mütaliə edəndə təkcə onu oxuyursunuz, yoxsa təfəkkür, tədəbbür tərcüməsi ki, Azərbaycan dilindədir. Azərbaycan dilində bir elmi kitab oxuyursunuz, onu başa düşmək üçün təfəkkür edirsiniz. O bir qədər, bir pillə yuxarıdır. Mənim sözüm budur ki, bu ziyarətnamələrdə ələl xüsus bu Ərbəin ziyarətnaməsi də düşünmək və təfəkkür etmək lazımdır. Bunun da bu cəhətdən fərqi vardır Aşura ziyarətində. Mən Aşura ziyarətinin barəsində danışan dedim ki, Aşura ziyarətinin mahiyyəti nədən ibarətdir? Yadınızdadır. Xülasəsi nədir? Orada məsələn bəzi salamlar, lənətlər vardır, bəli. Təvəlla və təbəridən, bəli. Cazibə və dafiə, hamısı bir ibarətlə. Bəli. Adətən onu bizə öyrədir. Yəni, bizim qəlbimizdə möhkəmləndirir ki, insanın Əhl-i Beytlə olmağı bundan ibarətdir. Yəni, Əhl-i Beyt sevənlər sevməli və düşmənlərindən bəraət etməlisən, düşmənlərindən uzaqlaşmasın. Amma bu bir qədər marif baxımından zəngindir. Nisbətən bəli, zəngindir. Yəni, bir növ tarixi yazıbdır. Əzizlər geçsin, mütaliə etsinlər. İmam Hüseyn əleyhissalama salam verdikdən sonra inşallah oxuyacaq bəzi paragraflarını biz bu həftə, ola bilsin gələn həftədə vaxtımız var da, hala ki, ya çatmırıq, çatırıq məncə bir həftədən sonra hələ Ərbəyinə qalıb da. Bəzilər tez gedir, bəzilər gec gedir. Bəli, biz bilmirəm, bizim gələn həftə şənbə günü verilişimiz olsa, Ərbəyin ziyarətini davam edərik inşallah və orada daha da geniş danışarıq. Hələ, yəni Ərbəyinə dək varımızdır. İndi ola bilsin getməsinlər də, yəni onlar ki, getməyiblər, onların da ziyarəti vardır. Ziyarətnamanı evdən oxuyacaqlar, həmin günü matəm edəcəklər, həmin günü yas tutacaqlar, həmin günü mərasim təşkil edəcəklər, mərasimdə iştirak edəcəklər. İnşallah o karvanın və o ziyarətin savabında şərik olacaqlar. İnşallah. Ustad, icazə versəydiniz, bayaq gözəl bir dənə nöqtəyə işarə etdiniz ki, istər yəni Quran-ı Kərim olsun, ziyarətnamələr və hətta başqa bir elmi kitablar, bəzən insan kitabı oxuyur, istər Quran, istər digər kitablar, fərqi yoxdur. Sadəcə olaraq elə üzdən oxuyur. Yəni bir növ elə bir hərif, kəlmə toplusu yığır özünə. Amma o tədəbbür, təfəkkür olmadan gözəl qeyd etdiniz. Əgər bunu baxsan ki, onda faydası yoxdur. Nə qədər oxuyursan oxu, o cürdür. İndi müəyyən savab verilər, çünki sifariş olunub, amma onun mərifəti faydası azdır. Yəni, mən misal deyirəm, Cami-i Kəbirə ziyarətnaması var. Mən ümumiyyətlə bütün dostlara
xahişim budur, yəni tövsiyə həddində deyiləm. Dualarla mənus olaq, özümə deyirəm ilk növbə, dualarla. Bəli. Duaları tanıyaq, duaları mütaliə edək. Ən azı bizim hər birimizin, xüsusilə dindarların stolunun üzərində bir məfatihul cinan Quran-ı Kərimin kənarında olmalıdır. Biz bu duaları tanımalıyıq və bunlarla yaşamalıyıq. Ruhumuzun qidalarıdır bunlar. Və Əhl-i Beytin mərifəti. O cümlədən Cami-i Kəbirə. Cami-i Kəbirə İmam Hadi əleyhissalamdandır. Çox həm camiiyyət baxımından, həm mərifət baxımından ən dərin və geniş ziyarətnamədir ki, onu bütün Əhl-i Beytin hərəmində oxumaq sifariş olunubdur. Bütün Əhl-i Beytin hərəmində oxumaq ziyarət. Mən açığı özümdən deyirəm, yəni bu sizin sözünüzə əsasən, orada Əhl-i Beytin marifi vardır, Əhl-i Beytin məqamından danışır. Bəli. Orada vurğulayır ki, Həzrət Əli İslam'a müraciət edəndə vurğulayır ki, bu ad, Əli adı Quran-ı Kərimdə gəlibdir. Və Quran-ı Kərimdə də o adı deyir və o adı biz orada Allahın adı bilirik. Məsələn, kəlam elmində biz bunu bəhs edəndə deyirik ki, Həzrət Əli İslam'ın adı Quranda yoxdur ki. Yəni, Əhl-i Sünnədən də qarşısına bu cavabı verir. İşte biz adətən, İslam deyəm, sizlə bir tələbə kimi söhbət edirəm. Murtəza müəllim, inşallah tamaşaçılarımız da bəhrələnsin. Həzrət Əli İslam'ın adı Quran-ı Kərimdə yoxdur. Elə deyil. Və buna da biz müəyyən faktlar gətiririk, səbəbini deyirik və sair çox. Bəli, bəli. Amma Cami-i Kəbirədə deyir ki, o Əli adı ki, Quran-ı Kərimdə var, elə bu Əlinin adıdır. Biz əgər bunu adi oxuyub getsək, heç bilmərik də orada nə var. Hətta tərcüməsində bilsək çox diqqət edin. Amma insan tədəbbür etsə, təfəkkür etsə, qayıtsa, belə bir etibarlı dua, elə bir dua ki, bütün bizim alimlərimiz, ariflərimiz, fəqihlərimiz, hədis-şünaslarımız etibar ediblər bu kitab, bu duaya. Və hətta bəziləri onun mətninin ağırlığına görə şübhə ediblər ziyarətnamədə. Çünki dərk edə bilməyiblər, açığı deyək, dərk edə bilməyiblər orada. Çünki orada deyir ki, Allah yağışı sizin izninizlə endirir. Səma yağışdan sizin izninizlə dayanır. Yəni, başqa sözlə, Allahın feyz məcrasıdır bunlar. Feyz məcrası. Bunu bir qədər düşünmək çoxları üçün çətin olduğuna görə bəzi alimlər ki, bu sahədə, irfani sahələrdə elə də ya məlumatları yoxdur, ya məlumatları var, qəbul etmirlər. Bunun bəzi mətnlərinə quluv da hətta deyiblər. Orada, əstəğfurullah, biz onu demirik, biz onu qəbul edirik. Bizim, o nə üçün quluv var orada, biz quluv düşünürük, bizim səthimiz çox aşağıdır. Bəli, bəli. Bu elə əf'al-ı ilahiyyə bir növ şey deyirlər. Yəni, mən əgər o ziyarətnamədə bir onun Əhl-i Beytin məqamında böyülük görürəmsə, yəni mənim səthim aşağıdır. Nəinki onları Allah böyüdür. Bunlar böyükdür. Onlar biz bir dəfə danışdıq burada. Əsmaullahdır da, Əhl-i Beyt Əsmaullahdır. Və Əhl-i Beyt Sifatullahdır. Allahın sifatı, Allahın əsmasıdır. Başqa sözlə Allahı tanımaq məcrası və insanları Allahı tanımaq üçün bir məcradır bunlar. Və Allahın insanlara lütfü üçün bir məcradır bunlar. Əbəllah ən yucriyəl umurə illa bi əsbabiha. Allah bütün, necə deyərlər, əmrləri, bütün işləri öz səbəbləri ilə görür. Və orada həmin dediyim kimi bu təfəkkürün və təəmmülün üzərində deyirəm ki, orada Əli söhbəti vardır ki, və ziyarət Cami-i Kəbirdə vardır ki, bu ad Həzrət Əli əleyhissalam məxsusdur. Başqa sözlə, məgər Allaha məxsus deyil ki, nə üçün Allaha məxsusdur? İndi gəl bunu həll etmək lazımdır ki, eyni ad həm Allaha məxsusdur, həm Həzrət Əli əleyhissalama məxsusdur və təfsiri baxımından dəqiq söhbətlər var ki, inşallah artıq mövzumuzdan kənardır. Bunu istəyirəm deyəm. Əgər biz təkcə Ərbəin ziyarətini, bu nə üçün mən Aşura ziyarətində buna çox toxunmadım və təkid də etmədim. Çünki Aşura ziyarətində bu şəkildə deyil idi. Bura çox zəngindir Əhl-i Beytin məqamı. Bəlkə də heç insan ömrünün bir il ərzində məlum deyil ki, birdən kitab açsın Əhl-i Beytin mənaqibindən, fəzilətindən oxusun, elə deyil? Bəli, bəli. Fürsətdir, Ərbəin ərəfələridir. Açın onun həm şərhinə,
tapın. İndi bu dəqiq internetdə var. Həm mənalarına baxın, görün ki, bu nə aləmdir. Həm ziyarətnamə özü, həm Əhl-i Beytin məqamı. Burada neçə fəslə bizi bölmək olar? Mən əlbəttə çox dəqiq üzərində fokuslanmamışam deyə artıq məntiqi təqsim bölmürəm. Təxmini deyirəm. İnşallah bəlkə gələn verilişimizdə məntiqi təqsim də burada çıxartdım ki, yəni bu məntiq əsasən bu təqsimlər vardır. Onların bir həmişəki kimi bütün ziyarətnamələrdə olduğu kimi Əhl-i Beyt İmam Hüseyn əleyhissalama salamdır. O salamın içində o şəxsin kim olmağı, Əssəlamu əla vəliyyillahi və həbibi. Kim olmağı, yəni onun kimliyi orada vurğulanır. Biz demişik qabaqki söhbətlərimizdə də biz salamlarla və salamda olan vəsflərlə Əhl-i Beytin kim olmağını bəyan edirik. Yəni ona etiraf edirik. Həqiqətdə İmam əleyhissalam onu bizə öyrətməli, onların məqamını bəyan edir. Və ikinci hissəsində onların məzlumiyyətinə toxunur. Bir hissəsində. İki də deməsək bir. Deyirəm, təqsimdə geri qabaqlıq ola bilər. Və Kərbəla hadisəsinə toxunur. Və onlarla ədəblə necə rəftar etmək lazımdır. Ona toxunur və hətta sonda İmam Hüseyn əleyhissalamın qiyamının fəlsəfəsini nədir? Bəyan edir. Yəni, görün nə qədər zəngin. İmam niyə qiyam eləyib? Nə üçün qiyam etdi? İmam Hüseyn əleyhissalam nə üçün qiyam etdi? Onların elə bu verilişdə bir hissəsini deyim, buyurur İmam Sadiq əleyhissalam, İmam Hüseyn əleyhissalama xitabən ki, biz də onu xitab edirik. Deyir ki, ilahi, əlbəttə o xitab Allahadır. Çünki ziyarətnamədə, yadınızda olsa biz dedik ki, ziyarətnamədə bəzən xitabımız kimədir? Allaha. Ziyarətnamədə bəzən xitabımız kimədir? Məsumun özünə. Daha çox istəmirəm uzağa gedəm. Məsələn, Əminallah dedik ki, Əminallahda bir kəlmə salam var. Sonradan xitab kimədir? Allahın özünədir. Burada da müxtəlifdir. Salam verdikdən sonra Allaha müraciət edir. Allaha deyir ki, bəzələ muhcətəhu fikə liyəstənqidə ibadəkə minəl cəhaləti və xeyrətə dəlalə. Çox zəngin parçadır bu. Yəni, ilahi İmam Hüseyn əleyhissalam muhcəsini, yəni ürəyinin qanını bəzl etdi, yəni bağışladı. Fikə sənin yolunda. Nə üçün? Burada fəlsəfəni deyir. Yaxşı, mən burada bir izah verim. Çox dəqiq deyib burada İmam Sadiq əleyhissalam. Muhcə ərəblər hər ürəyin qanına deyirlər. Amma hər qana da demirlər. Məxsusdur. Məxsus qandır. Bəli. Bu ibarəti biz Aşura ziyarətində gördük, görmədik. Əllədinə bədəlu muhəcəhum dunə Hüseyin əleyhissalam. Bəli. İlahi, məni İmam Hüseynin və səhabələri ilə məhşur et. O səhabələr ki, bəzəlu, bəzl etdilər, bağışladılar. Bu bağışlamaq bilirsiniz, təmənnasız olur. Bəzl o şeydir, hədiyyədə təmənna var, əzizlər. Bu da xırdalıqlardır, deyiməyib yoxdur. Hədiyyədə ola bilər təmənna. Var, yox. Ola bilər olsun hədiyyədə təmənna. Amma bəzildə yox. Bəzildə yox. Qarşılıqsız. Qarşılıqsızdır. Bəli. Əlbəttə, hədiyyədə də belə deyil. Ola bilsin, ada hədiyyə olsun, əsli nə olsun? Bəzl olsun. Ada çox, necə deyərlər, irad tutmayaq. Fərqi hədiyyə ilə bəzlin budur ki, məsələn, bir şəxs müəlliminə hədiyyə aparır. Nə üçün aparır? Baxır da niyyətini, nömrə yazsın, sinifdən keçir. Ərəbdə zəngin olduğu üçün, bizdə çox fərq etməsin. Bəli. Bəzl heç bir təmənna olmadan, mən ki, gedirəm canımı verirəm, heç kəsən heç bir təmənnam yoxdur, mənə sağ ol desinlər. Mənə nifrət etsinlər. Bəli. Mən Allahdan behişt istəmirəm heç. Bu canımı verməkdə Allahdan behişt istəmirəm. Əgər Allahdan behişt istəsəm, adı nə olur? Muamilə. Bəli. Quran-ı Kərimdə Tövbə surəsinin 110-cu ayəsində vardır ki,
Bəli, görüm yadımda qalacaq ayə. Bəşarət ver, məzmunu bundan ibarətdir. O şəxslərə ki, bəli, Allah yolunda müamilə edirlər. Yücahidunə fi səbilillah. Allah yolunda mücahidə edirlər canları ilə və malları ilə və bu səbt olub Qur'an-ı Kərimdə, Tövratda və İncildə. Nəyin müqabilində? Bi ənə ləhumul cənnə. Cənnətin müqabilində. Yəni buna Allah sonra deyir, bunların alverlərində buna bəşarət ver. Adını nə qoyur? Beyyə qoyur, alver qoyur. Bəli, bəli. Yəni hətta əgər mənim Allah yolunda cihadım, hətta savabdır ha. Amma müqabil istəyirəm. Ona Allah deyir alver. Amma eybi yoxdur. Sən bu dünyada canlı ver, qiyamətin günündə mən sənə behişt verim. Buna deyirlər alver. Ən gözəl alverdir də bu. Ən gözəl alverdir. Bəli. Və Həzrət Əli əleyhissalam buyurur ki, sənin qiymətinin ən aşağısı insana deyir. Ən aşağı dəyəri behiştdir. Özünü qiymətindən aşağı satma. Amma bir sıra insanlar var ki, behişt istəmirlər də Həzrət Əli əleyhissalam kimi də. Buyurur ki, Əl-Abbadu Səlasə, 3 cür abidlər var, 3 cür. Bəziləri əbədəllahə, bəli, Allah'a ibadət edirlər lil-xof, məsələn, minənnar. Cəhənnəmdən qorxusundan. Tilkə ibadətul əbid. Bunlar qulların ibadətidir. Qul ağasına nə üçün itaat edir? Qorxusundan. Bəziləri ibadət edirlər şəvqən lil-cənnə. Qavmun əbədullahə şəvqən lil-cənnə. İstəyirlər müqabil ibadət edirlər, amma istəyirlər cənnət edir. Tilkə ibadətü tüccar. Bu tacirlərdir. Quran-ı Kərimin Tövbə surəsinin 110-cu ayəsi burada deyir ki, bu beydir, bu alverdir. Amma nədir? İbadətdir. Və qavmun əbədullahə. Bəli. Deyin. Allah'ı ibadət edirlər Allah'ı sevmək üçün. Və Allah'ı buna layiq bilirlər. Tilkə ibadətul əhrar. Bunlar kimlərin ibadətdir? Hürriyəninə azadələr. Nə qorxudan nəticə. Cəhənnəmdən də azaddır, cənnətdən. Bəli, bəli. Yəni ən ixlaslı, ən gözəl, ən ali dərəcədə. Mən bu işi görürəm Allah sənə xatir. Bəli. Amma behişdə istəyirsən ver, istəyirsən vermə. O sərlikdir. Baxın, nə gözəl ibadətdir. Bəli. Qovmun əbədullahə şəvqən və Allahı belə deyək, layiq bilirlər. Allahı buna layiq bilir. Hubbən, Allah sevirlər. Müqabilində heç nə gözləmirlər. İmam Hüseyin əleyhissalamın, hətta səhabəsinin buradakı ən böyük ibadəti ki, ən böyük ibadət cihaddır. Ən böyük ibadəti, mən ki deyirəm ən böyük ibadət cihaddır, bu balaca söz deyil. Ha, bu balaca namazı hamı qılır. Orucu da hamı tutur. Bəli. Cihadı hamı eləmir. Hamı etmir. Mən istəmirəm deyəm ki, namaz sütun dindir. Öz bəhsi vardır. Bəli, bəli. Qatışdırmayaq buna. Amma insaf budur ki, cihad istər malda, istər canda, hər ikisi cihad deyilib. Namaza cihad deyilməyib, oruca cihad deyilməyib, amma mala cihad deyilib, cana cihad deyilib. Hər insan bunu keçə bilmir. Bəli, bu cihaddır və çox da ağırdır. Və bunu da verəsən, özü də heç bir təmənna etməyəsən. Buna artıq bəzl deyirlər, buna alver demirlər. Bunu istəyirdim mən izah edən. Bəli. Bəs buyurur ki, bəzələ muhcətəhu. Muhcə nədir? Dedik, ürək qanıdır. Bəs bəzlin mənası məlum oldu ki, təmənnasız bəxşiş. Qarşılıq güdmədən. Qarşılıq heç nə güdmədən. Bəli. Və bunun muhcə nədir? Muhcə ürəyin qanıdır. Ürək insanın ən mühüm üzvüdür. Hətta beyindən də mühümdür də, bilirsiniz. Beyin dayanır, insan ölmür. Amma ürək dayansa, bütün üzvlər ölür, elədir də. Anadır burada, insanın həyatı oradadır. O qanla işləyir. Orada muhcə o qana deyirlər, qəssablar yaxşı bilər. İndi evdar xanımlar ki, toyuq da kəsəndə onun ürəyinə bir baxsınlar zəhmət olmasa. Və hətta bu böyük heyvanları daha da bilinir. Onun bəzi laylarında laxtalanmış qanlar qalır. Bəli. Ona ərəb dilində deyirlər muhcə.
Muhəcdə onun cəmi deyir ki, ziyarətə, Aşura ziyarətinə gəlib. O çıxmır. O müqavimət edir, o qan müqavimət edir. Yəni şəriətdə də var ki, heyvanı kəsdikdən sonra müstəhəbdir, hətta üzü aşağı qoyasan ki, bütün qanların ola başı bir qədər. Siz hər nə qədər kəssən, sonradan ürəyi vurursan qan tökülür, elədir, elə deyil. Onlar müqavimət edən qanlardır, onlar çıxmaq istəmirlər, onlar istəyirlər qalsınlar. Onlar deyirlər moçə. Onlar da sonda baş kəsildikdən sonra zəif olduqdan laxtalanırlar, qalırlar orada. Onu vermək, yəni son damlaları vermək deməkdir. Yəni bu məcaz aləmində bu deməkdir, bunu deyir. Yəni hər nəyin var versən də son damla qalır. Ən mühüm üzv ki, həyat üzvü ürəkdir. Orada bir sıra qanlar müqavimət edir, İmam Hüseyin Əsələm onu da verir, heç nə saxlamır. Yaxşı, bu belə bir şəhadət, buna Ərbə'nin ziyarətidir. Belə bir şəhadətin, belə bir bəzli Allah yolunda, fikə, sənin yolunda bəzl etdi. Nə üçün? Liyəstənqidə ibadəkə. İstəyir sənin bəndələrini, əzizlər, xilas etsin. Allaha deyir ki, İmam Hüseyin Əsələm bu işlə istəyir sənin bəndələrini xilas etsin. İnqaz, yəni xilas etmək. Bir nəfər boğulur, gedib onu xilas edirlər. Bir nəfər yanır odda, gedib onu buna inqaz deyirlər. Liyəstənqidə ibadəkə minəl cəhalə, cahillikdən. Bəli. Yəni onu göstərir ki, həmin zamanın insanlar nə idi? Cahil idi. Kimə? Dinə, tövhidə, əhl-i beytin haqqına cahil idi. İmam Hüseyin Əsələm bununla bir qiyam etdi. Bəli. Bir od vurdu, bir zəlzələ yaratdı ki, özünün və əhl-i beytinin və sahabələrinin muhcəsi, o ürək qanı getsin, bunlar həyatda olmasın, bunlar həyatdan getməklə İslama həyat versin. Düşünürəm vaxtımız bir hissəsi. İnşallah vaxt qalsa, bu verilişdə qalmasa, növbəti verilişdə buna daha da geniş izah verəcək. Xülasə budur ki, birinci fəlsəfəsi budur ki, insanları cəhalət dəryasında qərq olmaqdan xilas elədi. Etmək bunun birincisi. Bəli, Ustad. Allah razı olsun, Ustad. Allah sizi salamat eləsin. Həqiqətən də gözəl, incə nöqtələrə işarə etdiniz. Təşəkkür edirik.